Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ermənilər sədərəkdə bunu etmək istəyir. Zəngəzurla bağlı yeni plan. Milli Məclisdə Ramiz Mehdiyev müzakirəsi. Nə o, nə balaları. Rusiyadan Zəngəzur açıqlaması. Azərbaycana dost ölkədə qarşı durma. Trampla Putin arasında qalıblar. Azərbaycan nümayəndə heyəti İrəvanda. Hər kəs onlardan danışır. Yerazx-Araz deyən Sədrək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq. Bu iddia ilə Ermənistan fraksiyasından olan deputat Artur Xaçatyan çıxış edib. Revanşist qüvvələrə yaxın olan deputat regional kommunikasiyanın açılması ilə blokadanın aradan qalxacağını real hesab etmir. O təklif edir ki, Ermənistanın dalandan çıxması üçün Yerazx-Sədrək dəmir yolu tikilməlidir. Bu yol açılmadan Tramp marşrutu Zəngəzur dəhlizi tam fəaliyyət göstərə bilməz. Bu yol Zəngəzur dəhlizi təkcə 42 kilometr deyil, Yerazxa gedən bütün marşrutu əhatə etməlidir. O iddia edib. Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr Vaşinqton anlaşmalarına, o cümlədən Zəngəzur dəhlizinin Tramp marşrutu adı altında açılmasına qarşı çıxır. Yerazx-Sədrək dəmir yolu xətti məsələsinin ortaya atılması da arqumentləri gücləndirmək məqsədi daşıyır. Nə Ramiz Mehdiyev, nə də onun radikal müxalifətdəki balaları, yaxud miting kuklaları Azərbaycan xalqının gözündə İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil. Bunu deputat Bəhruz Məhərramov parlamentin bugün keçirilən plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Mehdiyev barəsində cinayət təqibi üzrə təksib edilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq mühafizə orqanları müəyyən edəcək. Ramiz Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə antimilli ünsürlərin köməyi ilə zaman-zaman özünün əvəzedilməz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsınızsa, onun administrasiya rəhbəri olduğu dövrdə 3-4 aydan bir radikallar tökülürdü küçələrə, aidiyyatı strukturlar səfərbər edilirdi və Mehdiyev də olurdu önəmli adam. Ona görə də diqqət daha çox məhz həmin o radikal ünsürlərin, antimilli şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəldirməlidir və hər kəs də əmin olsun ki, istintaq çox mətləbləri üzə çıxaracaq. Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda Tramp yolu Zəngəzur dəhlizi məsələsi müzakirə olunur. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Koprikin bildirib. Əlbəttə, bu məsələ yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır. Elə bir mövzudur ki, bu qaldırılmaya bilməz. Ermənistan rəhbərliyinin bu məsələnin yalnız Amerika Birləşmiş Ştatları ilə müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu mövzu vacibdir və əlbəttə bizim yüksək səviyyəli dialoqumuzda da öz əksini tapmaya bilməz. Rusiyalı diplomat vurğulayıb. Koprikin həmçinin qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsi və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir. Tramp yolu adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Əvvəlcə bunun konkret olaraq nə olduğunu anlamalıyıq, səfir əlavə edib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Macaristanda planlaşdırılan görüşünün ləğv edilməsi bu ölkənin baş naziri Viktor Orbanın daxili siyasətdə mövqelərinə mənfi təsir edib. Orban Budapeştdə planlaşdırılan Trump-Putin görüşünü qarşıdan gələn seçki kampaniyasında istifadə edəcəkdi. Lakin indi vəziyyət dəyişib. Guardian yazır ki, hakim Fides partiyası 1956-cı ildə Macaristanın kommunist idarəçiliyinə qarşı üsyanın yatırılmasının ildönümünə hazırlaşır. 2010-cu ildən hakimiyyətdə olan Fides partiyası bildirib ki, Budapeştdə keçiriləcək ildönümü mərasiminə rekord sayda iştirakçının qatılacağı və baş nazir Orbanın tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir. Hakim partiya Trump-Putin görüşü fonunda mitingi sülh görüşü kimi təqdim edirdi. Lakin Amerika Birləşmiş Ştatları və Rusiya liderlərinin görüşünün ləğv edilməsi planları pozub. Bu situasiya Orbanın rəqibi Peter Magyara sərf edib. Apreldə keçiriləcək seçkilərə 6 ay qalmış Magyarın liderlik etdiyi Tissa partiyasının reytingi Fideslə bərabər qiymətləndirilir. Hökuməti dəstəkləyən sorğu təşkilatları isə bununla razılaşmır. Sorğulardan çıxan əsas nəticə odur ki, hər 4 Macardan biri qərarsızdır, yaxud siyasi mənsubiyyətini ifadə etməyi istəmir. Hazırda Macaristanda ciddi qarşıdurma yaşanır. Orban rəqibi Magyarı Brüsselə işləməkdə, Magyar isə onu Rusiyaya işləməkdə itham edir. Bu qarşıdurmanın seçki ərəfəsində daha da kəskinləşəcəyi gözlənilir.
Türk Dövlətləri Təşkilatına üzv olan Macaristanda baş verənlər Azərbaycanda da maraqla izlənilir. Çünki seçkinin nəticələri həm təşkilatın fəaliyyətinə, həm də Bakı-Budapeşt münasibətlərinə təsirsiz ötüşməyəcək. Oktyabrın 21-22-sində İrəvanda olmuş Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Fərhad Məmmədov səfər barədə sosial şəbəkədə paylaşım edib. Politoloq Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşündə iştirak etdiyini bildirib. Stat. Uzun illərdən sonra ilk dəfə olaraq Azərbaycan təyyarəsi Zvartnots hava limanına enib. Bu, yaxın gələcəkdə iki ölkə münasibətlərində adi hala çevrilə biləcək mühüm detal kimi qiymətləndirilir. Heç kimə sir deyil ki, Azərbaycan və Ermənistan ekspertləri müxtəlif beynəlxalq layihələr və tədbirlər çərçivəsində vaxtaşırı görüşürlər. Lakin bu dəfə bütün detallar sırf iki tərəfli formatda hazırlanıb. İrəvana uçuşdan tutmuş proqramın formalaşdırılmasına və mətbuat açıqlamasının mətninə qədər hər şey iki ölkənin təşəbbüsü ilə gerçəkləşib. Bu, sülh gündəliyi baxımından çox vacib məqamdır. Çünki müstəqil şəkildə təşkil olunan belə görüşlər tərəflərə əlavə məsuliyyət və sülh prosesinə yeni impuls qazandırır. Məmmədov vurğulayıb. Qeyd edək ki, İrəvana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həm təsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və First News Az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.